Kələkötür yol, hər gün bu yolda çətin vəziyyətlə üzləşən sakinlər. Sərdab rayonunun Burunlu kənd sakinləri bərbad vəziyyətdə olan kənd yolundan şikayətçidirlər. Dediklərinə görə uzun illərdir ki, avtomobil yolunda heç bir təmir bərpa işləri aparılmayıb. Yollarımız çox çətindir. Bir dənə qonaq gətirə bilmirəm, bir şey eləyə bilmirəm. Mən öz-özümə utanıram. Skora da gəlmir, kimə də deyirsən gəlmir. Qonaq mənə deyir ki, yolu seylədi, deyir. Gələcəkdim sizə yolu seylədi deyin, gəlmirəm. Çəkilməyib hələ deyirlər, deyirəm yox, çəkilməyib. Bizi alladılar, çəkmirlər. Elə kətlər var ki, onlara çəkilibdi 1 kilometr, 2 kilometr məsafəsi. Bizimki 3 kilometrdən artıqdır, bizə yol çəkilmir, qardaşlar. Qalmışıq burada. Neyini? Tozdan toz vurur, yağışdan yağış, palçıqdan palçıq. Sakinlər bildirirlər ki, 10 il bundan əvvəl kənd sakinləri tərəfindən yola çınqıl tökülüb. Artıq o da palçıqla itib batıb. Yolun bu vəziyyətdə olması isə sürücülərin işini salıb əngələ. Yollarımız bərbad vəziyyətdədir. Yağış yağanda məktəbə uşaqlarımızın gedişi, gəlişi, maşın olan maşınla aparır, olmayan kürəyində aparır, gətirir. Biz bu yollardan çox əziyyət çəkirik. Bax, maşınla gəlirik, maşınımız sıradan çıxır. Bax, and olsun Allaha, elə həftənin 2 gün, 3 günün biz maşına remont aparırıq. Yəni, bax, mən maşını bu yaxın günlərdə almışam. Alandan mən 800 manat maşına xarc qoymuşam, xada boyuna. Yəni, yollar bərbad günündədir. Gedə bilmirik, maşın alırıq, sürə bilmirik. Xarab olur, gedirik. Pulumuz, əlimizə pul gəlmir. Gələn pulumuzda hamısı gedir yollara, erizlərə, ussuya, moykuya, nə bilim nə. Sağımız çəkilib, solumuz çəkilib, hər tərəf çəkilib. Sərdab rayonunda qalan yol bu Burunludur. Burunlu kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Şamo Hüseynov bildirib ki, ümumi uzunluğu 24 km olan Məlikli, Burunlu, Qoruqbağı və Sarıqaya yolunun bərbad vəziyyəti ilə bağlı müvafiq qurumlara müraciət edilib. Yolun təmiri gələn il dövlət proqramına salınıb. Vəsait ayrılan kimi yolların təmirinə başlanılacaq. Asiman Səlimov, Ruzanna Kərimli, Xəzər xəbər.